Dəftər sözündə 2 dənə sait var. Üstü 4, 16. 2 üstü 2, 4. Gitara sözündə 3 dənə sait, 3 dənə samit var. 3 üstü 3, eləyəcək 27. 38. Bax, 37'ye de bakabilirsin. 37 də elədi. İndi samitin üstü sait. Samitin üstü sait. Aydındır? Aha bildim. Əla. 38-də dəyirmi sözündə 3 dənə sait var. 3 üstü 3, 27. Dairəvidə 4 sait var. 4 üstü 4, 256. Kvadratda 2 üstü 2, 4. 1 üstü 1, 1. Sait saylarının qüvvətinə də eləcə sait saylarını yazırsınız. 40 soruşmusunuz. Pəncərə sözünün ümumi hərf sayı 7-dir. Üstünə gəl, sait 3. Yəni, hərf saylarının üstünə sait saylarını gəl. 41-də fərdə sözünün neçə hərfi var? 6 kvadratı bölü 2. 8 kvadratı bölü 2. Hərflərin sayının kvadratı bölü 2. Dokuza bakabilirsiniz. İlaha xanım, zəhmət olmasa portal qeydiyyatını tamamlayarsınız. Yaxşı. Mələk xanım, siz də. Neçə nömrəli sual soruşdun? Nəsib? 49 mu? 42 bəs. 42-də samit. Mənim 43-də var. Samit çıx, sait 42-dir. 42-də samitlərin sayından saitlərin sayını çıxırıq. 43-də saiti vurun samitə, çıxın saitin kvadratını. Yəni, incə sait falan kimi yanaşma. Yanaşma. Qırx nömrəli sualda saiti samitə vurun, çıxın saitlərin sayının kvadratını. Sonra, uşaqlar, 48-ə qədər nə sualınız var? Baxın, 48-də soldakı narahat sözündən ranata alıb necə? Birinci ilə üçüncünün yerini dəyişib, 5 ilə də 7-nin yerini dəyişib. 1 ilə 3-ün yerini dəyiş, 5 ilə də 7-nin. Yəni, R olduğu kimi qalsın, D ilə Ə-nin yerini dəyiş. Buradakı Ə də olduğu kimi qalır. B ilə L-nın yerini dəyişirsən, İ də olduğu kimi qalır. Все, olur, qıralib. Hə, Səbinə, başa düşürsən? Bəli, 47 baxa bilərik. Ancaq baxa bilərik. Bax, hərfi rəqəmlə şifrəliyik də. Burada belə bir çətin şey yoxdur ki. Yəni, M-in şifrəsi 4-dür, Ö-nün şifrəsi 2-dir. Ardıcıl hərflərin şifrəsi ardıcıl rəqəmlərdir. Çox sanmış. Siz dərsə gəlmişsiniz, deyə mən də şokolad almamışım burada. Eyb yox, əməyin. Biz gələndə də almışsınız da. Hə, uşaqlar, 49 soruşmusunuz. Alfa ilaha dirəşib də ilaha qoyacaq ki, Allah.
49 nömrəli sualda da yenə də baxın uşaqlar, belə də eləyə bilərsiniz. Tutaq ki, soldakı ədədi nömrələdiniz 1, 2, 3, 4, 5, 6, 7 kimi rəqəmləri nömrələdiniz. Baxırsınız ki, solda 7 nömrəli rəqəmi birinci yazır. Sonra götürüb ikinci rəqəmi elə olduğu kimi ikinci yerdə saxlayıb. Üçüncü rəqəmdə olduğu yerdə qalıb. Altıncı rəqəmi dördüncü yerə yazır. Beşinci rəqəm olduğu kimi qalır. Dördüncü rəqəmi altıncı yerə yazıb. Birincini də yedinci yerə yazıbdır. İndi bu təsadüf sözünü də 1, 2, 3, 4, 5, 6, 7 şəklində hərflərini nömrələdim. Mən soldakı 2 dənə ədəddə görürəm ki, birinci ədədin birinci rəqəmini ikinci ədəddə neçənci yerdə yazıb? 7-ci yerdə yazıb. İndi burada da t-ni ən sonuna yazmalıdır. 7-ci yerə. Ya da eləcə birbaşa belə baxın da. Soldakı ədədin 7-ci rəqəmini birinci yazmalıdır. İndi buradakı sözün 7-ci hərfini birinci yazmalıdır. F-ni birinci yazmalıdır. İkinci hərf olduğu kimi qalmalıydı. Üçüncü hərf olduğu kimi qalmalıdır. Dördüncü yerə altıncı hərfi yazmalıydıq, ünü. Sonra beşinci yerə eləcə beşinci hərfin özü qalmalıdır. D-nin özü qalmalıdır. Altıncı yerə dördüncü hərfi yazmalıydıq, A-nı. Bu da oldu fəsüdat A variantı. Mən belə eləmək olardı. Misal üçün, burada 6 birincidə də axıra keçibsə, t burada birincidirsə axıra keçib. Elə bir şey eləmək olar. Elə elədik də elə. Ha, bildim. Aha. 51'ə qədər kimin sualı var? Burada da hərflərin yeri dəyişibdir. Deməli, stəkan, çatsan bu nətər olur? Baxın, 1, 2, 3, 4, 5, 6 nömrələdim. Özü dördüncü hərfi birinci yazıb sağda. Beşincini ikinci yerə yazır. İkincini üçüncü yerə yazır. Birincini dördüncü yerdə yazır. Üçüncünü beşinci yerdə yazır. Altıncı olduğu kimi qalır. İndi burada da mənafi sözünün hərflərini nömrələdim. 1, 2, 3, 4, 5, 6. Birinci yerə dördüncü hərf gəlməlidir. Yəni A. İkinci yerə beşinci hərf gəlməlidir. F. Üçüncü yerə ikinci hərf gəlməlidir. Ə. Sonra dördüncü yerə gəlməli idi birinci hərf M. Beşinci yerə üçüncü hərf gəlməlidir N. Altıncı olduğu kimi qalmalıydı afəmni. A variantı. 59'a qədər nə sual var uşaqlar? Yoxdur. 59'da hərfi, məsələn 58'i nətər yazmısınız? Hərfi hərflə şifrələmişsiniz də. 59'da da elə. D-nin şifrəsi F-dır. Ə-nin şifrəsi A-dır. Y-nin şifrəsi N-dır. A-nın şifrəsi Ə-dir. N-nin şifrəsi M-dır. Ə, A-dır. T, L ilə şifrələnib. İ, U ilə şifrələnib. İndi T-nin şifrəsi L-dırsa, təyinat sözünün şifrəsi L ilə başlayıb, L ilə də bitməlidir. İndi Ə-nin şifrəsi də A-dır deyə. Y-nin şifrəsi N-dır. İ-nin şifrəsi U-dur. N-nin şifrəsi M-dır. Sonra A-nın şifrəsi dedik ki, Ə-dir. Bu şəkildə lanuməl olmalıydı. Lanuməl B variantı. Mən 56-ya baxaq da bir dənə. Yenə də rəqəmlərin yerini necə dəyişibsə, nargilə sözündəki hərflərin yerində elə dəyişməlisən də. Məsələmdə
6 ilə 0-ın yerini dəyişib. Sən də, yəni 1 ilə sonuncunun yerini dəyişibsə ə ilə başlayıb n ilə bitən söz almalısan sən də. N ilə ənin yerini dəyişməliydin. Ə ilə başlayıb n ilə bitən 2 dənə var. Məsələn, 3 dənə variantı sildin. Daha sonra nə dəyişirik? Bax, 7, 4 olduğu kimi qalır. Sən də A ilə R-nı olduğu kimi saxlamalısan. Eyni yerdə duran hərfləri olduğu kimi saxlamalısan. Ə, A, R gəlməli idi. Sonra baxırsan ki, 3 ilə 8-in yerini dəyişib, 9 olduğu kimi qalıb. Yəni, C ilə I-nin yerini dəyiş, İ-C olsun, L da olduğu kimi qalıb. Arıcılını, nə isə də, yəni birinci İ, sonra C gəlməli idi. O da Y variantı. Yəni, sən görürsən ki, birinci və 7-cinin yerini dəyişib, 2, 3 olduğu kimi qalıb, 4 ilə 5-in yerini dəyişib, 6 olduğu kimi qalıb, 6-cı olduğu kimi qalıb. Siz də o cür dəyişiklik yapardınız. Davam edirik uşaqlar. Uşaqlar, suallarınızı deyin. Yoxdur heç kimin sualı. Yetmiş üç. Ayşə, bəs 68-i nətər yazmısan? Müəllim, o tiplə heç birini yazmamışam. Sadəcə bir dənəsini izah etməyinizi istədim ki, o birisləri yazım. Bəs video izaha baxmamısan? Əslində baxmışam, amma ona o suala baxmamışam. Yaxşı. Bax, burada ABL, bu 3 dənə hərif, buradakı 3 dənə sözün şifrəsidir. Amma yerləri qarışıb verilibdir. Yəni, kitab sözünün şifrəsi A da ola bilər, B də, L də. Bunu hardan tapmaq olur? Birinci sətirlə ikinci sətirin ortaq sözü hansıdır, Ayşə? Qələm, Qələm. Bəs buradakı ortaq hərflər hansıdır? el, Deməli, qələm sözünün şifrəsi L-dir. Yaxşı, bəs 2 ilə 3-ün ortaq sözü hansıdır? fırça, 2 ilə 3-ün ortaq hərfi hansıdır? i, Fırça idi. Yaxşı, bəs 1 ilə 3-ün ortaq sözü hansıdır? qələm, yenə bir neçə. Yox, 1 ilə 3-də. Kitab. Bir neçə, mən 4-ə baxıram, üzrü sən. Dəftər. Bəs burada 1 ilə 3-ün ortaq hərfi hansıdır? Üçüncü A, Deməli, dəftər sözünün də şifrəsi A-dır. Aha, indi kitaba nə qaldı? B, B. Ozana nə qaldı? S, M. Ozana M. aşağıda olan bəsən. Hə, stikerə K qaldı. İndi biz bildik ki, qələm sözü L-dir, kitab sözü B-dir, karandaşa da S qaldı. İndi ardıcıllığla tapdığın sözlərin şifrələrini sırayla düzürsən, olur A variantı. Aydındır? Bəli, mənim çox sağ ol. Əla. Növbəti sualınızı qeyd edin. Sevinç, demişdin axırdadır sualın. Hansıdır? Müəllim, məndə 38 idi, dediniz. Hə, yaxşı. Baş kimin sualı qalıb? Səbinə, sualın var? Yoxdur heç kimin sualı var. Yoxdursa yeni mövzuya keçək. Burada çox vaxt itirməyək. Fatimə, sualın var? Yox, müəllim, məndə 35, 41, 43 idi. Onu da çox sağ olun, izah elədiniz. Yəni burada məndə suallar yoxdur, hamısını eləmişəm, işləmişdim. Yaxşı onda. Səhifə 347 uyğunluq mövzusu.
Müəllim, anaqramı da vermişdiniz siz, yoxsa təkcə uyğunluğu idi orada? Yox, uyğunluq vermişəm. Hə. Sıraları haqqında uşaqlar, axırda sizə məlumat verəcəm. İmtahana düşmür. O məlumat verəcəm. Hə, uşaqlar, bu uyğunluq mövzusu, yəni anaqram uyğunluq söz məntiqidir. Verbal məntiqə aid olan sual mövzulardır. Burada bunlar sizin üçün asan sayılan mövzulardır. İmtahanda da 6-7 sual düşür bunlardan, mütləq düşür. İkisi bir yerdə, məsələn 2024-də, 2023-də 7 dənə sual düşübdür bunlardan. Həmçində eləcə hər bir qəbulda bu iki mövzudan eləcə 6-7 sual düşür. 3 dənə anaqram, 4 dənə uyğunluq və yaxud əksinə bu cür 6-7 sual düşür və yəni böyük kütlə üçün bu yazılan suallardır da, yəni yazmaq olur bu suallar. Düzdür. Bəzən bilmədiyiniz söz də düşə bilir, çətinlik yaradan sual da düşə bilir. Anaqramlarda elə sözləri bilməyəndə düzəltmək olmur sözləri. Məsələn, hətta 2024-cü ildə bir tələbəm 49 düz yazmışdı, bir dənə anaqramı səhv yazmışdı. Onda günah yoxdur, çünki çətin sözlər verilmişdi. Hasilatçı, irticatçı, nə bilim, inkubator hansı ki bu cücə çıxardan aparatdır da, yəni. Nəysə, yəni bu mövzuda sizə belə deyək, sizin üçün önəmli olan sözlərdir, çoxlu söz bilməkdir. Sən bu atacam. Bu sözlərin, belə deyək də, mövzunun 200 neçə testi var. Bunları uşaqlar çalışın ki, eləcə baxın, bilmədiyiniz sözü araşdırın. Estafeti düz yazmışdın. Sən qəbula girmişdin ki. Nə olmuş? Hamınız qəbula girilmişsiniz ki. Nə oldu? Niyə kəsilmişsiniz falan? Nuranə, sən niyə bəs? Yaxşı. Tamam inşallah, narahat olmayın. Bu illəri inşallah ödənişsiz qəbul olarsınız. Estafet nədir ki, müəllim? Estafet elə bil ki, məsələn, yarışda sən öz yerini növbəti mərhələdə digər bir yarışçıya ötürürsən. Təxminən bildim. Mənzil idi orada cavab. Bu dərsin rekordu var. Hazırda da rekord gedir. O sual rus sektorlarında daha aydın şəkildə verilmişdir də. Əksər kütlə yarış yazmışdım. Uşaqlar, deməli uyğunluq mövzusunun birinci sualı. Baxın, bizə verilib ki, xəstəlik, ölüm. Özdə sualın şərtinə baxın. Deyir ki, sözlərin ardıcılığı nəzərə alınmalıdır. Yəni, sənə xəstəlik birinci verilibdir, ölüm ikinci söz kimi verilibdir. Bunlar arasındakı əlaqə nədir? Məna əlaqəsi nədir? Onu bilməlisiniz. Tətbiq eləməlisiniz. Hansı varianta uyğun gələ bilir. Yəni, siz burada belə başa düşə bilərsiniz ki, yəni, xəstəlik ölümlə nəticələnə bilər. Xəstələnən insan ölə bilər. Xəstəliyin nəticəsi ölüm olur və yaxud da xəstəlik ölümə səbəb ola bilər.
Bu məna ilə araşdırırsınız ki, hansı variant buna uyğundur. Hansı variantdakı iki söz arasında bu əlaqə var? Səbəb nəticə. Sevinç, təbəssüm olacaq bunun cavabı. Yəni sevinən insan üzündə təbəssüm yaranır. Yəni sevinç təbəssümə səbəb olur. Belə deyək də, sevinç təbəssüm yaradır, xəstəlikdə ölüm halını. Belə başa düşün. Daha sonra 7 nömrəli sual verilibdir. Hansı ki, il əsr sözləri verilibdir. Deməli, uşaqlar bilirsiniz ki, bizim bir əsrimiz 100 ilə bərabərdir. Yəni, siz buna sadəcə belə yanaşsınız ki, əsr illərdən ibarətdir. Onda ton da sentinerdən ibarətdir, ay da gündən ibarətdir, manat qəpikdən, kilometr metrdən, gördünüz, uyğun gələn çox variant var. Amma buradakı əlaqə budur ki, 100 ilimiz bir əsrdir, 100 qəpiyimiz də 1 manatdır. Sonra 8 nömrəli sual verildi. Parazit, askarit. Bu iki söz arasında əlaqə nədən ibarətdir uşaqlar? Askarit parazitin növüdür. Yəni, askarit bir qurtdur. Parazit şəklində yaşayan bir canlıdır. Parazit ümumi anlayışda, askarit növüdür. Məsələn, burada B variantı niyə olmur? Quş sərçə olsaydı düz ola bilər, düz olardı. Sərçə quşun növüdür. Amma bizə növ bildirən ikinci gəlməli idi. Quş ümumi, sərçə onun bir növü kimi verilsəydi düz olardı. Amma məsələn, geyimin bir növü kimi palto verilibdir deyə doğru cavab A variantı. Daha çox qəbulda istifadə olunan sual. Məsələn, 2 nömrəli suala baxın uşaqlar. Eləcə burada gördüyünüz testlərin əksəriyyəti qəbullarda düşən suallardır. Məsələn, həcm, tutum sözləri verilibdir bizə. Həcm eləcə tutumdur. Yəni, bir qabın həcmi həmən qabın tutumu deməkdir. Bunlar eyni anlayışlardır. C ona görə olmaz ki, xəstəliyin növü iflicdir. İflicin növü xəstəlik deyil ki, parazitin növü askaritdir. İflicin növü də xəstəlik deyil. Sözlərin yeri əksinə olsaydı düz olardı. 2 nömrəli sualda uşaqlar həcm tutumdur. Uzunluq da eləcə məsafədir. Doğru cavab B-dir. Çünki bizə eyni anlayış lazımdır. Həcm, tutum. Yəni, qram çəkinin ölçü vahididir. Litr mayenin ölçü vahididir. Dəqiqə vaxtın ölçü vahididir. Tərəzi bir cihazdır. Çəkini ölçən cihazdır. Bizə nə lazımdır? Eyni anlayışlar. Sonra uşaqlar, baxın, 9 nömrəli sual. Afina şəhərdir. Biz sahə düsturdur deyə bilmərik. Tunc kimyəvi elementdir, xeyir. Mendeleev cədvəlində belə bir element yoxdur. Propan alkandır. Alkanlar sinifinə daxildir. Qazdır. Üzvü kimyaya aiddir. Baxın, D variantında uroloq həkim olsaydı düz olardı. Həkim uroloqdur, yox, uroloq həkimdir deyə. Bu da olmur. Y də olmur. Bərk, maye, bunlar aqreqat haldır. Bizə Afina şəhərdir əlaqəsini qura biləcəyimiz variant lazımdır. Atacam uşaqlar, bunların lüğətini atacam, narahat olmayın. Hə, yəni propanı bilmirdiniz, yəni belə deyim də uşaqlar. Yəni əslində qəbulda tam da belə elmi bir şeylər olmur. Yəni sırf sən coğrafiya bilməlisən, hansısa sualı cavablandırmaqdan ötürü elə bir şeylər də tam da düşmür. Amma yenə də siz yəni burada olan sözlərin mənasını araşdırın, öyrənməyə çalışın ki, yəni biləsiniz də, yəni təsadüfən düşsə, yəni siz bunu cavablandıra biləsiniz. Sözlərin mənasını bilmək lazımdır, nəyin nə olduğunu bilmək lazımdır ki,
Bu kimi sualları cavablandıra bilərsiniz. Davam edirik. Məsələn, 4 nömrəli sual uşaqlar. 4 nömrəli sualda nə verilir? Körpü sahillər. Nə əlaqəsi var bunun? Körpü sahilləri birləşdirir. Dil də insanları. Körpü sahillər arasında əlaqə yaradır. Dil də insanlar arasında ünsiyyət əlaqə vasitəsidir. On bir nömrəli suala baxırıq. Tumurcuq, çiçək, ləçək. Bunun nə əlaqəsi var uşaqlar? Tumurcuqdan çiçəyə əmələ gəlir. Çiçəyin də ləçəyi olur. Yəni tumurcuq hansı ki o ağacın, gülün üzərində o xırda dənəciklər əmələ gəlir ki, o tumurcuqdur. O çiçək açır. Çiçək ondan əmələ gəlir. Çiçəyin də ləçəyi olur da. Yəni ləçək də yəni yarpaqlar nəzərdə tutaq da. İndi bu əlaqəyə əsasən parçadan pencək əmələ gəlir, pencəyin də düyməsi olur. Tumurcuqdan çiçək əmələ gəlir, çiçəyin də ləçəyi olur əlaqəsinə əsasən. Aha, uşaqlar, baxın, çəkməçi nədir? Çəkməni hazırlayandır. Pinəçi ayaqqabı təmir edən şəxsdir. Çəkməçi onu hazırlayıb ərsəyə gətirəndir. Burada çəkməçi ayaqqabı hazırlayır. Papaqçı da başa papaq hazırlayır. On 14 nömrəli sualda, baxın uşaqlar. Təzyiq, barometr nə əlaqəsi var? Barometr təzyiqi ölçən cihazdır. Manometr də təzyiqi ölçür, amma maye və qazların təzyiqini. Barometr atmosfer təzyiqini ölçür. İndi burada bucağı da ölçür, transporter. Tərəzi təzyiqi barometr ölçür. Ölçü cihazı ikinci gəlməli idi. Məsələn, A variantında çəki tərəzi versəydi düz olardı. Kilometr məsafənin ölçü vahididir. Uzunluq xəttkeş versəydi düz olardı. Kalkulyatorda ölçü cihazı deyil, hesablayır, hesablama işini aparır, amma nəyi hesablamağı da vermir. Bax, biz deyirik barometr ölçür, nəyi ölçür? Təzyiqi. Yaxşı, kalkulyator birinci ölçmür deyə bu variant deyil. Transporter ölçür nəyi? Bucağı. Kalkulyator hesablayır nəyi? Amma o sualın cavabı burada yoxdur, hesablamaq. Yəni bu düzgün bir uyğunluq deyil. Deməli, uşaqlar, 23 nömrəli suala baxın. Dülgər, mişar nə əlaqəsi var? Dülgər taxta ustasıdır. Mişar da onun alətidir, hansı ki dülgər taxtanı mişarla kəsir. Dərzi də parçanı qayçı ilə kəsir. Yəni, bir də burada uşaqlar stenoqrafçı kimdir? Hansı ki məhkəmə zallarında o aparatla deyilənləri yazıya çevirən şəxs stenoqrafçı adlanır. Yazı maşını ilə də. Sadəcə indi burada belə bir əlaqə var ki, dülgər taxtanı mişarla kəsir. Dərzi də parçanı qayçı ilə kəsir. Stenoqrafçı yazı maşını ilə yazı yazır. Məsələn, 24-də rəndə dülgər. Yenə də rəndə dülgərin alətidir, hansı ki o taxtanı yonub düzləşdirən alətdir. Rəndə dülgərin alətidir, bizdə pinəçinin alətidir. Bəzən uşaqlar deyir ki, önlük də aşpazın alətidir deyə bilərikmi? Yox. Alət deyil ki, önlük. Yəni, önlük olmasa da aşpaz o işi görür. Əgər burada aşpaz üçün, nə bilim, çömçə verilsəydi, qaşıq verilsəydi, nəsə əlavə bir alət verilsəydi, düzgün ola bilərdi.
Yəni biraz bu paytaxtlarla bağlı bəzi suallar məsələn var, amma yəni onların qəbulunda heç bunlar bu şəkildə düşmür də, yəni sırf biz ölkələrin paytaxtını bilməliyik falan filan yox. Yəni düzdür, məsələn, buradan baxıb öyrənməyiniz yaxşıdır. Yəni ola bilər ki, yenə də düşsün bir uyğunluq şəklində. Amma yəni son illərdə hələ ki istifadə olunmuyubdur. Məsələn, 32-də hekayə məcmua nə deməkdir? Bir neçə hekayə toplusu deməkdir. Topluluq bildirir, çoxluq bildirir məcmua. Ona görə də burada cavab üzüm, salxım olar. Hə? Səbinə, eşidirsən? Bəli, mənim eşidirəm. Ağ üzüm al yeni ilə. Ey, stolun altında 50-lik. Sonra, məsələn, bihudə, əbəs. Bunlar uşaqlar sinonim sözlərdir. Boş yerə, nahaq yerə, əbəs yerə. Sürəkli mütəssil də sinonimlərdir. Amma bunlar dialekt sözlərdir. Məsələn, 2025-in qəbulunda deməli anagram sualı idi, hansı ki söz yadımda deyil, harısa coğrafi bir termin düzəltmək olurdu, amma deyim cavabı başqa vermişdi. Apellyasiya verən uşağa da deyilmişdi ki, sizin yaratdığınız söz orfoepik lüğətdə yoxdur, dialekt sözdür. Yəni düzdür, dialekt lüğətdə var idi. Yəni ona görə məsələn onu qəbul eləməmişlər. Amma bunu deyən din onda gələ bu dialekt sözləri də salmasın da qəbula. Yəni din ki salmaz, yəni düşünür. Və məsələn 42 nömrəli sual uşaqlar. Baxın, rejissor səhnə. Nə əlaqəsi var? Rejissor səhnədə olmur ki, rejissor səhnəni qurandır, idarə edəndir, səhnədən kənarda olur. Məşqçi də meydançanı belə dedi, idarə edən şəxsdir. Meydançadan kənarda olan şəxsdir. Özü oynamır, sadəcə oyunu aparır. Oyuna hazırlayır, belə də deyə bilərik. Məşqçi meydançada yox, kənarda oyun hazırlığı aparan şəxsdir. Rejissor da səhnədə yox, səhnə arxasında o səhnəni hazırlayan şəxsdir. Məsələn, burada 46 nömrəli sual membran hüceyrənin üst təbəqəsidir uşaqlar. Ona görə də burada insan dəri olacaq. Hətta membranın da üstü qlafla örtülü olur. Edison lampa kəşf edib Gutenbergdə mətbəə çap maşınları Gutenbergin adı ilə bağlıdır. Yəni onun kəşfidir. Daha sonra antrakt uşaqlar teatrda fasilə deməkdir. Elə bir tamaşadan digərinə keçəndə o pərdə bağlanır, o qısa aradakı fasilə elə antrakt adlanır. O futbolda da eləcə fasilədir. Bu beləcə baxın 57 nömrəli sualda olduğu kimi elm adları var. İxtiologiya balıqlar, ekologiya atlar, kinologiya itlər haqqında, araqnologiya hörümçəklər haqqında, nə bilim ornitologiya quşlar haqqında bu elmdir də, yəni bu onları öyrənən sahədir. Atacağım materialda var olar, baxarsınız. Məsələn, kömür yanacaqdır. Bəs bu verilənlərdən kim zabitdir? Kapitan. Çünki zabit leytenant rütbəsindən başlayır. Leytenantdır, kapitandır, mayordur, polkovnikdir, generaldır. Bunlar zabitdir. Digərləri zabit deyil. Yəni zabit, belə deyək də, ali hərbi rütbəsi olan şəxsdir. Ali hərbi təhsili olan şəxsdir zabit. Yəni sıradan bir adam maksimum təhsili olmayan bir şəxs gizir rütbəsinə qədər qalxa bilir. Zabit almaq üçün ali təhsili olmalıdır, belə deyək. Sonra bu 59-da K'lar güldür.
Qarağat gilə meyvədir. Armud isə meyvədir. Yenə eyni ardıcıllıqla gül, gilə meyvə, meyvə. Onda bura zambaq lazımdır. Sonra 60-da Kanadanın paytaxtı Ottavadır. Estoniyanın paytaxtı Tallinndir. Praqada Çexiyanın paytaxtıdır. Daha çox istifadə olunan sual tiplərindən biri 68-dir. Roman, proloq nə əlaqəsi var? Roman girişi proloq, çıxışı da epiloq olur. Bunu da yadda saxlayın. Roman proloqla başlayıb epiloqla bitir. Şahmat da debütlə başlayır. Matla, patla bitə bilər. Hətta bunu şahmat yox, operada verə bilərdi. Roman proloq, opera sual. Operada uvertura ilə başlayır. Patologiya sözü normanın əksi kimi götürülür burada. 84 uşaqlar. Baxın, aktivlik, passivlik, əks mənalı sözlərdir. Norma veribdir. Normanın əksi orta deyil, sağlamlıq deyil, adi deyil, göstərici deyil, qalır patologiya. Patologiya nədir uşaqlar? Yəni, adi haldan artıq kənarlaşan bir vəziyyətdir. Adi halda deyil də, normada deyil, normadan çoxdur artıq. Patoloji hal, yəni eşitmişsiniz, yəni bir xəstədə ya da nəsə bir hadisə patoloji hal baş vermiş olur. Yəni o deməkdir ki, yəni artıq normanı aşıbdır bu. Norma yox, normanın əksidir. Bayaq dediyim, məsələn, 91 nömrəsi roman proloq ilə başlayır, opera uvertura ilə. Diskusiya müzakirə etməkdir. Böhtan da uşaqlar iftiradır. Bir də disput var uşaqlar. Disput bir neçə şəxsin elmi mübahisəsidir. Hər hansı bir mövzu ətrafında. Davam edək. Bir də uşaqlar, baxın bu 102 tipli suallara baxaq. Burada verilən deməli ilk söz, hansı ki bu ət sözü ikincinin birincisi ilə əlaqəlidir. Ətin qurusu qaxac adlanır uşaqlar. Meyvənin qurusu da qax olacaq. Baxın eləcə 106-da da ağac, at. Əslində bu ağac sözünün ikincinin birincisi ilə bir uyğunluğu var. Ağacın balacası tinc olur. Tinci əkirsən, ağac tincini əkirsən, böyüyüb ağac olur. Atın da balacası, atın balası, yəni qulun adlanır. Qulun, dayça da deyirlər bəzən sola eləcə dayça kimi də düşə bilər. Sonra, məsələn, burada 96 nömrəli sual qəbul sualdır. 2023-ə də düşübdür. Elm, riyaziyyat elmdir. Yəni, elmin bir qolu riyaziyyatdır, bir növü riyaziyyatdır və yaxud da riyaziyyat bir elmdirsə, nəşrin də bir növü jurnal, kitab, qəzet, bunlar nəşr sayılır da. Sonra, məsələn, bu 94 tipli suallara baxın uşaqlar. Müalicə növləri var. Bitkilərlə müalicə növü fitoterapiyadır, dərmanlarla farmakoterapiyadır, daşlarla stanoterapiyadır, ətirlərlə aromaterapiyadır. Bunları öyrənməyiniz lazımdır. Yəni, bu kimi suallar düşə bilir. Biz keçən dəfə uşaqlar
Bu mövzu ilə bağlı nəsə baxmışdıq keçən dərs. Məlumat vermişdim bu mövzu ilə bağlı. Suallarına baxmışdım yoxsa yox? Hı. Yaxşı. Gəlin onda bir neçə qəbuldan bu tipdə düşən suallara baxaq.